Biz Kiyev deyilik, bizi rüsvayçılıqla əyilməyə məcbur etmək olmaz. İran prezidenti Məsud Pezeşkiyanın müqayisəsidir. Ukraynanı əyilən, özünü isə dik dayanan görür. İndi hər kəs İranın Amerika Birləşmiş Ştatları qarşısında nə qədər dayana biləcəyindən danışır. Tehranla Vaşinqtonun diplomatik savaşı 45 ilə dayanır. Bu müddətdə tərəflər dəfələrlə bir-birinə qılınc çəkiblər. Amma qılınclar istifadə edilmədən qımına qayıdıb. Bəzən onları mehriban düşmənlər adlandıranlar da olur. Bəziləri buna inanır, bəziləri isə onların barışmaz rəqib olduğu qənaətindədir. Tehranın başı Vaşinqtondan ən çox Trumpın dövründə çəkib. 2016-cı ildə hakimiyyətə gələndə İrana gün verib işıq verməmişdi. İranla nüvə proqramı danışıqlarını dayandırdı, Tehrana ağır sanksiyalar tətbiq etdi. Ən ağır zərbəsi isə İranın ən nüfuzlu generalı Qasım Süleymanini öldürtməsi oldu. Amma o da İranla birbaşa savaşa girmədi. İndi İranın kabusu geri qayıdıb. Amerika Birləşmiş Ştatları və İran yenə qılınclarını çıxarıblar. Halbuki Məsud Pezeşkiyan hakimiyyətə gələndə Birləşmiş Ştatlara yaşıl işıq yandırmışdı. Ölkəsini iqtisadi sıxıntılardan qurtarmağın yolunun Vaşinqtondan keçdiyini bilirdi. Amerika Birləşmiş Ştatları ilə danışacaq və sanksiyaların ləğvinə nail olacaqdı. Əslində Trump da İranla danışıqlara hazırdı, amma əlində dirijor çubuğu ilə. Zelenskiyə istədiyini qəbul etdirən, Rusiyanı atəşkəsə razı salmağa çalışan, Kanadaya ticarət müharibəsi elan edən Trumpın dirijor çubuğu bu dəfə İran tərəfə istiqamətlənib. Tehranı da sözünə tabe etdirmək istəyir. Nüvə danışıqlarını qəbul edin, yoxsa tezliklə nəsə olacaq deyir. İranda Trumpın danışıq tərzini heç bəyənməyiblər. Utanaraq yaşamaqdansa şərəflə ölməyi üstün tuturuq. Nə istəyirsən et deyirlər. İndi dünya nəsə olacaq və nə istəyirsən et cümlələrinin nəticəsini gözləyir. Lakin İranla çox yaxında nəsə baş verəcək. Trump nəsə olacaq deyəndə nəyi nəzərdə tuturdu? Prezident Trump bir şey olacaq deyərkən nəyi nəzərdə tutduğunu tam aydın ifadə etmir. O İranla bağlı potensial təhlükəyə də işarə edə bilər. Bəlkə də müəyyən danışıqların baş tutacağını nəzərdə tuta bilər. Əslində Amerika Birləşmiş Ştatlarının İranla rəsmi müzakirələr aparıb-aparmayacağı hələ məlum deyil. Tehran əvvəlcə Vaşinqtondan məktub almadığını açıqladı. Trumpın hədələrə reaksiyası isə sərt oldu. Müharibə təkdərəfli olmur. Amerikalılar və onların ünsürləri səhv edərsə, ən çox zərər çəkən onlar olacaq. Əlbəttə müharibə yaxşı şey deyil və biz müharibə istəmirik. İran prezidenti Məsud Pezeşkiyan da vəziyyətə səssiz qalmadı. O Xameneydən daha sərt danışdı. Səninlə danışıqlara belə getməyəcəm. Nə qələt istəyirsən elə. İstifadə edilən sözlər və üslublar tərəflərin arasındakı gərginliyin hansı həddə olduğunu sərgiləyirdi. Dikkat edin, Amerika bir mektup gönderdi. Yani Başkan Trump İran'a bir mektup gönderdi ama siyasi ahlakın çerçevesi içerisinde olmadı çünkü mektubun içeriğini dünyaya anlattı. Siz eğer bir mektup gönderiyorsanız içeriği anlatmamanız gerekiyor. Başka platformlarda, farklı ortamlarda Amerika ile müzakere olunur. Ama burada bir mesele var. Amerika'nın sözü ne kadar güvenilir? Trumpın məktubu nəhayət Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana çatdırıldı. Hazırda Tehran və Vaşinqton vasitəçilərlə İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparır. İranda bəzi siyasi qüvvələr Birləşmiş Ştatlarla danışıqlar aparmaq istəyir. Ölkədə vəzifədən azad edilmələr də bununla bağlı ola bilər. Yüksək rütbəli şəxslər, o cümlədən vitse-prezidentlər və maliyyə naziri ya vəzifələrindən azad edilib, ya da onların səlahiyyətləri azaldılıb. Bu İranın ABŞ ilə əlaqələr qurmaq istəmədiyi anlamına gələ bilər. Digər tərəfdən bu dəyişikliklər tamamilə başqa səbəblərlə də bağlı ola bilər. Hər halda İran və ABŞ arasında müharibə qaçılmaz olduğu fikrində deyiləm. Tehranda da Vaşinqtonla birbaşa müharibənin olacağına inanmırlar. Düşünürlər ki, ABŞ İranla daha çox müzakirə aparmaq niyyətindədir. Amerika'nın amacı bölgede İran değil, hatta Irak'ta değil, Suriye'de de değil. Suriye'de zaten orada varlığını bir şekilde sürdürüyor. Amerika'nın şu anda istediği yer, daha doğrusu Arap Yarımadası'dır. O bakımdan İran'la şu anda ihtiyacı var. O bakımdan İran'la bir sıcak bir temas, yani bir savaş ya da hatta bir saldırı, bu hava saldırısı olabilir ya da Amerika'nın gemilerden de bir şekilde füze saldırısı olabilir ve buna benzer şeyler.